Hər birinizi salamlayıram. Mən riyaziyyat müəllimi Vüsaliyəm. Bugün sizinlə kvadrat tənliklər mövzusuna artıq giriş edirik. Bu bizim proqramın son hissə şəklidir. Gördüyünüz bizim sadəcə bu mövzularımız qalıb. Bu mövzularımızı da izah etdikdən sonra artıq daha fərqli mövzular sizlərə təqdim edəcəm. Və çox istəyirəm ki, Azərbaycanda ilk dəfə olaraq detallı şəkildə həndəsə dərslərini mən sizlər üçün çəkim və sizlərə verim və siz də başa düşəsiniz ki, həndəsə də eyni riyaziyyat qədər asandır və onu öyrənmək hətta daha maraqlıdır deyə bilərəm. Gəlin çox vaxt itirmədən kvadrat tənliklər mövzumuza keçid eləyək. Deməli, kvadrat tənliklər nədir? Ümumiyyətlə, ABC həqiqi ədədləri və A fərqlidir sıfırdan, A sıfırdan fərqli olduqda AX kvadratı üstə gəlinsin BX plus C bərabərdir 0 tənliyinə kvadrat tənlik deyirik. Baxın, bu bizim əslində daha dəqiq desək tam kvadrat tənlik deyirik. AX kvadratı BX üstə gəlsin C bərabərdir 0 tənliyi. Buradakı x kvadratının qarşısındakı A, x-in qarşısındakı B və C bizim əmsallarımızdır. Qüvvətlər isə dəyişənlərin üzərində qeyd edilənlərdir. Gəlin baxaq buradakı birinci misalımıza. Deyir ki, 4x kvadratı çıxılsın 3x üstə gəlsin 6 bərabərdir 0 tənliyi üçün ABC-nin qiymətlərini təyin edin. Biz nə dedik? Tam kvadrat tənliyimiz AX kvadratı üstə gəlinsin BX üstə gəlinsin C bərabərdir 0. İndi biz burada nə görürük? Biz burada görürük ki, bunları görürük. Yəni A bərabərdir 4 görürük. B bərabərdir -3 görürük. Çünki -3x-dir. Və C də bərabərdir 6 görürük. ABC-nin qiymətlərini təyin etdik. Digər kvadrat tənliyimizə baxaq. -2x-in kvadratı üstə gəlsin 3x bərabərdir 0. Biz burada nə görürük? X-in kvadratının yanında duran dedik ki A-dır. Deməli, A-mız -2-dir. X-in yanında duran B-dir. Yəni, deməli, müsbət 3 görürük də, düzdür? B-miz müsbət 3-dür. C-miz nədir? C-miz isə 0-dır. Üstə gəlsin 0. Yoxdur burada hal-hazırda. Keçək növbətliyə. -x kvadratı üstə gəlsin 2 bərabərdir 0 tənliyi üçün ABC-nin qiymətlərini təyin edin. X kvadratının yanında duran A-dır. A-mız burada -1-dir. B-miz x-in yanında duran var mı? Yox. Deməli, B-miz 0-dır. C-miz isə müsbət 2-dir. Və biz ABC-ni təyin etməyi öyrəndik. Deməli, A-nın yanında, x-in kvadratının yanında duran A, x-in yanında duran B və sərbəst hə C-miz var əlimizdə. Keçək növbəti səhifəyə. Burada bizə bəzi misallar verilib. Bu misallar həqiqətən buraxılış səviyyəsində olan misallardır. Hətta 11-ci sinifin buraxılışı və blok imtahanı səviyyəsində olan misallardır. Amma rahat tipli suallardır. Necə? Yəni, bizim üçün önəmli olan tam kvadrat tənliyin nə olduğunu bilməkdir. Bu misalları həll etəndə. Bizə belə bir tənlik verib və deyir ki, bu tənliyi tam kvadrat tənlik olduğuna görə mən bunları qeyd etməyi unutmuşam. Tam kvadrat tənlik niyə deyirəm, dostlar? Çünki bayaq fikir verdinizsə, bəzi misallarda B yox idi, bəzilərində C yox idi. AX kvadratı üstə gəlsin BX plus C. 3 həddin 3-ü də olsa tam kvadrat tənlikdir bu. Hər hansı bir hissəsi olmasa kvadrat tənlikdir. İndi birazdan mən sizə bunu izah eləyəcəm. Bir səhifədə onun üçün yer ayırmışam. Bu tənliyi tam kvadrat tənlik olduğuna görə ABC-nin əmsallar cəmini tamdır. Kvadrat tənlik dedikdə nə deməkdir? Yəni, x kvadrat olmalıdır ən böyük hədd. Yəni, bu tənlikdə x kubu ola bilməz. X kvadrat olmalıdır. Biz də baxırıq ki, burada həqiqətən baxırıq. AX kvadratı üstə gəl BX plus C. Düzdür? Bərabərdir 0. Bu bizim tam kvadrat tənliyin düsturudur. 2n çıxılsın 1. Burada C-dir. X-in yanında duran dedik ki B-dir. Yəni, n üstə gəlsin 1.
bərabərdir b-dir. X üstü n plus 4'ümüz isə kvadrat tənliyi olduğuna görə x-in kvadratına bərabər olmuş ola bilər. Yəni, bax, n plus 1 bərabərdir b idi. 2n çıxılsın 1 bərabərdir c idi. X üstü n üstə gəlsin 4-də x-in kvadratına bərabər olmuş ola bilər. Yəni, n üstə gəl 4 bərabərdir 2. N'imiz də bərabərdir -2 olmalıdır. N'imiz -2 olmalıdır. Deməli, b'miz nədir bu zaman? -2 üstə gəlsin 1, -1. C'miz isə -4, -1, -5 olmuş olur. ABC əmsallarının cəmini tapın. A əmsalı zaten 1'dir. 1 üstə gəlsin. B'miz -1 oldu. C'miz isə -5 oldu. Cavabımız -5 olmuş oldu. İkinci sualımızda tənlik tam kvadrat tənlik olduğuna görə ABC'nin əmsallarının cəmini tapın deyir yenə. Baxırıq ki, yenə kvadrat tənlikdir. Yəni, ən böyük x-in kvadratı olmalıdır. Yəni, x üstü m üstə gəlsin 3, x-in kvadratına bərabərdir. Burada zaten a''nın biz 3 olduğunu görürük. Biz b''ni, c''ni bilmirik. M''i tapmalıyıq ki, b''ni, c''ni tapaq. Burada m üstə gəlsin 3 bərabərdir 2'dir. M'imiz bərabərdir -1'dir. Deməli, b'miz burada m üstə gəlsin 2'yə bərabərdir. -1 üstə gəlsin 2 bərabərdir 1. B'mizi 1 tapdıq. C'miz isə burada -3m çıxılsın 2'yə bərabərdir. -3 vurulsun -1 çıxılsın 2 bərabərdir. -3, -2, -5 o da elədir. Müsbət 5. ABC əmsallarının cəmini tapın. -1, daha doğrusu 3, üstə gəlsin 1, 4, 4 üstə gəlsin 5, 9 etmiş oldu. Burada nə deyir? Deyir ki, bu misalın tənlik kvadrat tənlik olduğuna görə AB hasilini tapın. Yəni, buradakı AB bizdəki buradakı AB'dən soruşur. Başa düşdünüz? Yəni, tam kvadrat tənlik olduğuna görə bu AB'dən söhbət gedir. Bu kvadrat tənliyin əmsalları AB-dən yox. Deməli, kvadrat tənlik deyil. Kvadrat tənlik nədir? Dərəcəsi 2 olan tənlikdir. Amma biz baxırıq ki, burada x-in kubu var. Deməli, bu kvadrat tənlikdirsə, bu olmamalıdır. Bunun olmaması üçün a çıxılsın 4 bərabərdir 0 olmalıdır. A4, yəni a-nın yenə biz 4 qoymalıyıq ki, bu 0 olsun, geçsin və bizim kvadrat tənlik yaransın. Kvadrat tənlik yaranması üçün də x üstü b üstə gəlsin 3 bərabərdir. X-in kvadratına bərabər olmalıdır ki, bu b üstə gəlsin 3 bərabərdir 2 olmalıdır. B'miz də -1. AB'nin hasilini tapın. 4 vurulsun -1 bərabərdir -4. Aydındır. Aydındırsa keçək növbəti səhifəyə. Hə, indi gəldik. Baxın, bayaq dediyim tam kvadrat tənlik mənası. Ax kvadratı bərabərdir 0. Bu da bir kvadrat tənlikdir. Nəyə görə? Çünki dərəcəmiz 2'dir. Aydındır. Dərəcə 2'dirsə bu kvadrat tənlikdir. Bu kvadrat tənliyimizdə b 0'a bərabərdir, c 0'a bərabərdir. A isə 0'dan fərqli bir ədəddir. Bu cür kvadrat tənliyi yazılışı ax kvadratı bərabərdir 0 şəklində olacaq. Və biz bunu həll edərkən görəcəyik ki, x1 də x2 də 0 qiyməti alır. Yəni 3x kvadratı bərabərdir 0, x kvadratı bərabərdir 0, x1 bərabərdir 0, x2 bərabərdir 0. Yadınızda saxlayın. Tənliyin dərəcəsi nədirsə, o qədər onun həqiqi kökü var. Yəni, x kvadratının 2 dənə həqiqi kökü var. Kub olsaydı 3 həqiqi kök olacaqdı. Ax bərabər 0'ın sadəcə 1 dənə həqiqi kökü var. Aydındır. X deməli bunun hər iki kökü ax kvadratı bərabər 0 şəklində bir tənliyin hər iki kökü 0'dır. İndi A fərqlidir 0'dan, C fərqlidir 0'dan. Sadəcə B 0'dır. Yəni ax kvadratı plus C bərabərdir 0 şəklində olan bir tənlikdir. Bunu da həllini qeyd etmişəm mən.
X kvadratın tək qoyuruq, yəni mənfi s bölünsün a-dır. X1 ilə də x2-ni tapırıq. Gəlin bunun üzərindən sizə göstərim. 2 misal yazmışam bununla bağlı. Yəni x kvadratı bərabərdir 64, mənfi 64-ü keçirdik bu tərəfə. Necə o keçirmirdi? Dəyişənləri bir tərəfə, ədədləri bir tərəfə. Eynən elə. X kvadratı 64. X nədir burada? Kök altında 64 olurdu. Düzdür? Düzdürmü? Yəni dəqiqə, daha doğrusu belə yox. X kvadratı bərabərdir 64. İndi biz nəyin kvadratı 64-dür? X1 bərabərdir. Kök altında 64. X2 bərabərdir. Mənfi kök altında 64. Aydındır? Yəni bu da nədir? 8 və mənfi 8. Keçək bura. 4x kvadratı bərabərdir mənfi 1. X kvadratı bərabərdir mənfi 4-də 1. Dostlar, bir ədədin kvadratı mənfi ədədə bərabər olmuş ola bilər. Hansı ədədin kvadratı mənfidir? Heç bir ədədin. Deməli, məna yoxdur. Aydındır? Məncə aydındır. Keçək növbəti səhifəyə. Bu səhifədə də AB fərqlidir sıfırdan. C sıfırdır. Yəni AX kvadratı üstəgəlsin BX bərabərdir 0 şəklindədir. Bunun düstur olaraq izahını burada qeyd etmişəm. Amma biz misal üzərindən göstərək. X-i çıxardaq mötərizə xaricinə. X çıxılsın 3 bərabər 0. Sonra da ayrı-ayrı 0-a bərabər etmiş olaq. Yəni bir kökü bu olsun. X1 bərabər 0. Bir kökü isə bu olsun. X çıxılsın 3 bərabər 0. X bərabərdir 3. Yəni x2'miz də bərabər olmuş olduğu 3. Bir kökümüz 0'dır, bir kökümüz 3'dür. Bu nə deməkdir? Yəni mən bunun yerinə 0 qoysam x-in yerinə 0 çıxılsın 0 bərabər 0 eləyəcək. Və ya da 3 qoysam 3-ün kvadratı 9, 9 çıxılsın 9 yenə də 0 eləyəcək. Yəni hər iki həqiqi kök ödəyəcək. Keçək bura. Yenə x-i çıxardaq. 5x çıxılsın 6 bərabərdir 0. Bir kökümüz x bərabərdir 0 olduqdadır. Bir kökümüz isə 5x çıxılsın 6 bərabərdir 0. 5x bərabərdir 6. X də bərabərdir 5-də 6. Yəni bir kökümüz 0-dır. Bir kökümüz isə 5-də 6. Yəni 1 tam 5-də 1. Bəzən texniki nasazlıqlar olur və birdən-birə video dayanır, hər şey silinir. İndi də elə oldu, mən qaldığım yerdən davam edəcəm, ona görə yazılar etdim. Deməli, növbəti misalımızda x kvadratı üstəgəlsin vuraq açaq, x kvadratı və mənfi 6x üstəgəlsin 10x bərabərdir 0. 2x kvadratı üstəgəlsin 4x bərabərdir 0. X-i çıxardaq, 2x üstəgəlsin 4. 2-ni də çıxarda bilərik, amma mən hal-hazırda belə sizə göstərəcəm. Bərabərdir 0. Birinci kökümüz x1 bərabər 0. Yəni hər bir vuruğu ayrı-ayrı 0-a bərabər eləyirik. 2x üstəgəlsin 4 də 0. 2x bərabərdir mənfi 4. X-imiz də bərabərdir mənfi 2. Yəni bir kökümüz 0-dır. Bir kökümüz isə mənfi 2. Keçək növbəti səhifəyə. İndi biz natamamları dedik. Yəni bizim natamam dediklərimiz bayaq. Birində B yox idi, birində C yox idi. Bu şəkildə yox idi. Ona görə onlar natamam idi. Tam nədir? Yəni A-sı da, B-si də, C-si də sıfırdan fərqlidir. Üçü də var. AX kvadratı üstəgəlsin BX plus C bərabər 0 şəklindəkilərin bəs həlli necə olacaq? Digərlərinin həllini göstərdik. Bəs belə olduqda necə olacaq həll? Yəni onları tapaq. Bu tip kvadrat tənliyinin, tam kvadrat tənliyin iki əsas həll yolu var. Birincisi diskriminant, ikinci də Viet teoremi. Bu iki sənə izah edəcəm. Nədir bunlar? Diskriminantın bir düsturu var. D bərabərdir 1 kvadratı çıxılsın 4AC. Diskriminant D hərfi ilə işarə olunur. 1 kvadratı çıxılsın 4AC. Və buradan biz köklər x1 ilə x2-ni tapmaq üçün mənfi B plus minus kök altda D
bölünsün 2A düsturundan istifadə edirik. Və şərtlər var. Əgər diskriminant sıfırdan böyükdürsə, bir-birindən fərqli iki müxtəlif kök alacağıq. İki müxtəlif həqiqi kök. Həqiqi kök alacağıq. Yox, x kiçikdirsə sıfırdan olsa, bizim həqiqi kökümüz yoxdur. Dayandıracağıq və həll etməyəcəyik. Kökləri tapmayacağıq. Çünki biz həqiqi kökləri tapırıq hal-hazırda. Y'miz isə 0 olduqda, onda da 2 bir-birinə bərabər həqiqi kök almış olacaq. Yenə 2 həqiqi kökü olmuş olacaq. Wien teoremində isə biz daha çox misalın üzündən həll edirik və burada biraz düşünməli oluruq. Necə? Bizdə belə bir qayda var. x1 ilə x2-nin cəmi, yəni hər iki kökün cəmi bu mənfi b bölünsün a-ya bərabərdir. Həmin köklərin hasili isə c bölünsün a-ya bərabərdir. Yəni buradakı c ilə a və yaxud da b ilə a bu tam kvadrat tənin əmsallarından söhbət gedir. İndi gəlin misallar üzərində izah edim mən sizə. Bu şəkildə daha yaxşı başa düşəcəksiniz. Aha. Qələmin arada rəngi dəyişmək istəyirəm. Fərqli olsun. Deməli, mən bayaq dedim. Deməli, diskriminant üsulu ilə başlayırıq. Budur və bu qaydaları da sizə dedim. İndi gəlin tətbiq edək. 2x kvadrata çıxılsın, 3x çıxılsın 20 tənliyini həll edək diskriminantla. Diskriminant necə tapılır? B kvadratı. B-miz nədir? -3. Yəni, -3-ün kvadratı çıxılsın. 4 vurulsun. A-mız 2, S-miz -20. İşarələrə mütləq diqqət edin. -3x kvadratı 9 çıxılsın. 4 2-nin 8 vurulsun -20. 160 eləyir. Üstə gəlinsin 160, mənfi çarpışdı, ona görə müsbət oldu. 169. 169 da bildiyimiz kimi 13-ün kvadratıdır. Deməli, köklər necə tapılırdı? x1 bərabərdir. -b, yəni b-nin əksi deməlidir. Müəllimə, -b-dir, bu da -3 elə -d deyir, ona görə mənfi yazıram. Bu yox, bizim b-miz -3'dür. B-miz -3'dür. Baxın, B-miz -3'dür. Mənfi B-miz nə olacaq? -3, yəni müsbət 3 olmuş olacaq. Deməli, -B, yəni B-nin əksini yazacağıq. Belə başa düşün. -3'dürsə, bu da 3'dür. Üstə gəlinsin, kök altda 169. Burada özümüz 13 yazdıq, bəzən bura 13 yazdıq. Amma mən düsturla gedirəm. Kök altda 169. Çünki biz diskriminantı 169 almışıq. Bölünsün 2A. 2 2-nin 4. Bərabərdir. 3 üstə gəlinsin. 13 bölünsün 4. O da eləyir. 16 bölü 4 bərabərdir 4. İndi x2-ni tapaq. x2 nə idi? Yenə 3. Bu səfər plus minus. Çıxılsın. Kök altda 169 bölünsün 4. Bərabərdir. 3 çıxılsın 13 bölünsün 4. -10 bölünsün 4. Aydındır. Mənfi onu da 4'ə böləndə səhv eləmirəmsə 2,5 qalır. -2,5 qalmış olacaq. Vəssalam. Deməli bizim köklərimiz 4 ilə -2,5'dir. Gəlin ikinci sualı siz yazın. Videonu dayandırın və siz yazın. İndi videonu açın və mən izah edirəm. Görək düz yazmısınız yoxsa yox. Diskriminantı tapırıq. B kvadratı 36, 6'nın kvadratı. Çıxılsın 4AC. Çıx, 4 vurulsun. A'nın qarşısı 1, S 16. Bərabərdir. 36 çıxılsın. 4 6'nın 24 2 yatda 64. Bu da ne etmiş oldu? Mənfi 36 çıxılsın 64 neçə etmiş olur? Mənfi 28. Hə, nə tapdıq biz? Diskriminant kiçikdir sıfırdan tapdıq. Diskriminant kiçikdir sıfırda dayandırırsan, burada elə dayanırsan. Niyə? Çünki diskriminant kiçikdir sıfır həqiqi kökü yoxdur deməkdir. Və biz burada dayanırıq. Bu artıq böyük siniflər, məktəbdə 11-i
və universitet proqramındadır. Orada mənfini i kvadratı ilə əvəzləyirik. 28 i kvadratından və s. tapırıq. Biz onları hal-hazırda işləmirik. Biz sadəcə bizə imtahanda da sual verilir. Biz sadəcə bunun cavabı həqiqi kökü yoxdur deyə qeyd edirik və bitdi. Biz həqiqi kökləri tapırıq. Burada da olmayan bir şey necə tapaq? Mümkün deyil. Keçək növbəti səhifəyə. Növbəti səhifədə artıq Viot teoremi ilə tapacağıq burada. Viot teoremimiz buydu. Deməli, belə bir yenə tam kvadrat tənliyimiz var. Viot teoremini tətbiq eləyək. X1 ilə X2-nin cəmi dedik, nə oldu? Mənfi B bölünsün A. Yəni, B-nin əksi, baxıram ki, B-nin əksi müsbət 1-dir. Bölünsün A. A-mız da burada 1-dir. Yəni, 1 bölünsün 1, 1 elədim. Deməli, X1 ilə X2-nin cəmi nədir? 1-dir. X1 ilə X2-nin hasili isə C bölünsün A-dır. C-miz mənfi 6-dır. Mənfi 6. A-mız da 1-dir. Yəni, mənfi 6. Belə yazırıq. X1 ilə X2-nin cəmi 1. X1 X2-yə vuranda mənfi 6. Burada artıq uşaqlar biraz düşünürsünüz. Və ağlıma gəlir ki, 3 və mənfi 2. 3 ilə mənfi 2-ni toplayanda 1 eləyir. 3 ilə mənfi 2-ni bir-birinə vurduqda mənfi 6. Deməli, bizim köklərimiz 3 və mənfi 2 imiş. Növbəti sualımıza baxaq. Bu tip sualımızda bizdən bunu tapmağımızı soruşur dostlar. Və buna baxan kimi artıq biz fikir veririk ki, əgər biz buna Viot qaydası yazsaq, Viot qaydası. Yəni, x1, x2 bərabərdir, nə olmuş olur? 11 bölünsün 10. X1 ilə x2-nin hasili isə 3 bölünsün 10 edir. Biz bunu yazırıq, sonra götürüb x1-i, x2-ni tapmağa çalışırıq. Bu mümkünsüz kimi bir şeydir də, yəni bunu tapmaq. Amma sonra fikirləşirik ki, baxırıq ki, bizdən bunu istəyib, bunu həll etməyimizi istəyib. Və x1, x2-nin bizdə cavabı da var. X1 üstə gəlsin, x2-nin də cavabı var. Yəni, sizdən əgər belə şeylər soruşursa, direkt elə Viot teoremi ilə gedirsiniz. Gedib diskriminant köklər falan tapmağa ehtiyac yoxdur. Bərabərdir. Bununla bir ki, bərabərin yazaq bura. X1 ilə X2-nin hasili 3 bölünsün 10. Üstə gəlinsin 44 bölünsün 10. 4 ilə bir ki, buna vurduq da. O da elədir 47 bölünsün 10. Yəni 4 tam onda 7, 70 oldu. Yenə əlimdə idi, silindi. Və beləliklə misallarımız bitdi. Məncə yetərincə maraqlı bir dərs idi. Növbəti dərsdə görüşənə qədər.